Sizdən xahiş edirik ki, YouTube və TikTok kanalımızı dəstək olun. Dəstəyiniz üçün minnətdarıq. İnternet böyüklər kimi uşaqların, yeniyetmələrin də həyatına ciddi şəkildə təsir edir. Uşaqlar artıq rəqəmsal dünyada böyüyür, onların istənilən resursa əlçatanlığı internet vasitəsilə təmin olunur. Maraqlıdır, valideynlər övladlarını kibermühitdə müdafiə edə bilirlərmi? Araşdırmalar göstərir ki, dünyada uşaqlar bir çox hallarda internetdə aldadılır, zorakılığa məruz qalır, texniki və sosial-psixoloji təhdidlərlə üzləşirlər. Bu da onların psixoloji durumuna təsir edir. Pancomi TV Kaspiya qəzetinin mövzuya dair məqaləsini təqdim edir. 67% valideyn övladlarına nəzarət etmir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqlar arasında internetdən istifadə səviyyəsinin ölçülməsi məqsədlə aparılan araşdırmaya dair maraqlı hesabat təqdim edib. Belə ki, Bakı, Ağdam, Göygöl, Daşkəsən, Bərdən, Naxçıvan, Qazax, Salyan, Gəncə, Lənkəran, Qəbələ şəhər və rayonlarında yaşayan respondentlərin iştirakı ilə internetdən istifadənin səviyyəsinin ölçülməsinə dair offline və online formada sorğu keçirilib. Hesabatda qeyd edilib ki, ölkəmizdə uşaqların 75%-i gündəlik internetdən istifadə edir. Sorğuya əsasən məlum olub ki, 67% valideyn övladlarına internetdən istifadə edərkən nəzarət etmir, heç bir məhdudiyyət qoymur. Zərərli kontentlərlə rastlaşma faizi yüksəkdir.